Azercell nömrəni sındırıb atmazdan əvvəl bu videonu izlə. Bəli, ilkin olaraq özünüzün də gördüyünüz kimi mən öz Azercell kabinetin proqramına daxil oluram və burada balansımda 97 qəpik və 2 GB internet 96 dəqiqə var. Mən indi burada sizə nəyi başa salmaq istəyirəm? Siz öz nömrənizdə düzgün tarifi seçməlisiniz. Yəni elə tariflər var, adi tarifdir, heç bir dəqiqə falan olmur daxilində. Siz elə tariflər seçin ki, ən azından 20 dəqiqə, 30 dəqiqə kimi dəqiqələr olsun tarifin daxilində. Bunu elə buradan tariflər bölümündən seçə bilərsiniz. Baxın, aşağı hissədə məhsullar bölümü var. Bu bölümə keçəcəksiniz. Üstdə orta tərəflərdə tariflər bölümü var. Bu bölümü aktiv etdikdən sonra bütün nömrənizə uyğun olan tariflər burada çıxır. Cibinizə və büdcənizə uyğun olan ən yaxşılar hansılardırsa, bunları özünüz seçə bilərsiniz. Hətta belə burada istəsən bölümünə keçib öz tarifinizi özünüz yarada bilərsiniz. Yəni tarif dediyimiz odur ki, sizin nömrənizin işləmə prinsipidir. Burada tarifi seçdiyinizdə baxın, misal üçün mənim nömrəm burada Supersən 1 GB tarifindədir. Bu Supersən 1 GB tarifinin mənə təqdim etdiyi üstünlüklər budur ki, 1 GB ümumi internetdir, 1 GB WhatsApp üçün yazışma və ümumidə 100 dəqiqə danışıq verir. Mən buna yalnız cəmi ayda 6 manat pul verirəm. Yəni mənim fikrimcə bu sərf edir. Normalda amma kontur istifadə edəsi olsaydım 6 manata ilə yükləyərdim. Nömrəm ən çox 1 ay aktiv qalardı. Başqa heç bir şey edə bilməzdim. Yəni burada gigabayt falan olmazdı və ya digər operatorlara zəng edəndə daha çox kontur çıxardı. Amma bu mənim fikrimcə bu tarif daha sərfəlidir. Ona görə də siz nömrənizdə düzgün tarifi seçməlisiniz. İndi isə standart nömrələrdə bir tarif aktiv olunur. Azercellin və yaxud da Supersen tarifi deyə bir tarif aktiv olunur. Bunlar da yenə 25 dəqiqə və 100 megabayt kimi megabayt verir. Bunlardan da istifadə edə bilərsiniz. Bu sizin nömrənizdə aktiv olmayıbsa da gəlib aşağıdan az öncə göstərdiyim məhsullar bölümündən dəqiqəni özünüz seçib aktiv edə bilərsiniz. Bundan əlavə olaraq Ulduz 1001 nömrəsinə zəng edib Azercellin özündən də bu haqqda geniş məlumat ala bilərsiniz. Yəni hər nömrədən nömrəyə dəyişir. Misal üçün mənim nömrəmdə olan bu Supersen 1 GB tarifi heç bir nömrədə yoxdur. Bu nömrə bir dəfə deaktiv olub, yenidən aktiv olub deyə bu tarifi Azercell hədiyyə edib. Aylıq mən bunu hər ay 6 manat yükləyib istifadə edirəm. Yenə az öncə qeyd etdiyim kimi tariflər bölümündən tarifinizi seçib istifadə edə bilərsiniz. Tarifi əgər siz aktiv etsəz, yalnız və yalnız hansı tarifi götürmüsünüzsə, onun yalnız ödənişini aylıq edəcəksiniz. Başqa heç bir şeyə ehtiyac yoxdur. Nömrəniz həm bir ay boyunca aktiv qalacaqdır, həm orada olan gigabaytdan istifadə edəcəksiniz, həmçində dəqiqədən istifadə edəcəksiniz. Yəni üstünlükləri mənim fikrimcə çoxdur. Ona görə də mütləq və mütləq daxilində dəqiqə olan bir tarifə keçməyinizi tövsiyə edirəm. Bunlardan əlavə olaraq da az öncə özünüzün də eşitdiyiniz kimi mən burada qeyd etdim ki, digər operatorlara zəng etmək. Bəli, əgər dəqiqəniz olsa, misal üçün baxın burada özünüz də görürsüz ki, mənim 100 dəqiqəm var idi. İndi istifadə etmişəm deyə 96-sı qalıb. Bu 100 dəqiqə ilə mən bütün operatorlara zəng edə bilirəm. Hər 1 dəqiqə danışdığımda 1 dəqiqə çıxır. Düzdür, 30 saniyə də danışsam 1 dəqiqə çıxır, amma yenə də sərf edir. Bir var nömrəniz 5 manat yükləyəsiz, nömrənizin balansında qala o. Hər operatordan operatora başqa cür pul çıxır. Misal üçün birində 12 qəpik çıxır, birində 8 qəpik çıxır. Bu amma elə deyil. Bu nə danışsaz onda çıxacaq. Yəni bunu nəzərinizdə saxlayın. Bu mənim fikrimcə sərfəlidir. Araşdırın, kabinetin proqramına yaxşıca baxın. Buna uyğun tarifinizi seçin. Bundan əlavə olaraq bir məqam da var. Xahiş edirəm buraya diqqət edin. Buraya qədər dinləyirsinizsə bu da sizin ciddi şəkildə işinizə yarayacaq. Deməli nömrənizi digər operatorlara daşıyaraq da aktiv saxlaya bilərsiniz. Digər operatorlara daşıyanda biraz istifadəçilərin gözü qorxur. Gözünüz heç bir şəkildə qorxmasın və narahat olmayın. Misal üçün baxın, mənim burada nömrəmi görürsüz. Mən misal üçün bu nömrəni Bakselə daşımaq istəyirəmsə, bu nömrə ilə olduğu kimi qalacaq. Yəni rəqəmləri dəyişməyəcək, sadəcə operatoru dəyişəcək. İndi Azercell deyil. Misal üçün Bakselə daşısam, rəqəmləri olduğu kimi qalacaq, amma operator dəyişiləcək. O çevrilib olacaq Baksel və bu yüklədiyim Azercell kabinetin proqramında dəyişiləcək. Bakselin mobil proqramına keçəcəkdir. Yəni nömrənin rəqəmləri olduğu kimi qalır, sadəcə operatoru şəbəkəsi dəyişir. Bunu da edə bilərsiniz. Yəni Azercelldən heç razı deyilsinizsə, xidmətlər xoşunuza gəlmirsə, bu dediyimi edə bilərsiniz. Sadə bir şeydir. Yaxınlaşırsınız öz rayonunuzun müştəri xidmətlərinə. Bunlar ola bilər, Baksel ola bilər, Azercell ola bilər, fərq etmir. Hansıdırsa, yaxınlaşın öz rayonunuzda olan müştəri xidmətlərinə və deyin ki, mən nömrəmi filan operatora daşımaq istəyirəm. Onlar sizə orada ətraflı kömək edəcəklər. Boş yerə nömrəni sındırıb atmağın və yaxud da nömrənin başına hər hansı bir iş gətirməyin mənası yoxdur. Hətta belə bəzilərində görmüşəm. Yaxşı Zerkani nömrədir. Misal üçün 050 555 655 55 belə bir nömrədir. Götürür nömrədə kredit götürür, daha sonra nömrəni sındırır atır. Bunun mənası yoxdur. Elə ondansa həmin nömrəni daşı Bakselə və ya Nara daşı. Yəni özün bax, həmin proqramları yüklə. Az öncə qeyd etdiyim Azercell kabinetimdə olduğu kimi Narın da, Bakselin də özünə məxsus proqramlar var. Nar Plus və Baksel adlı proqramlar var. Bunları yüklə, daxilinə bax gör. İnternet paketləri, tariflər, dəqiqələr sənə sərf edirsə, hansı cibinə uyğundursa, hansı sərfəlidirsə ona keçə bilərsən. Yəni bu özünüzün seçiminizdir. Az
az öncə qeyd etdiyim kimi müştəri xidmətlərinə yaxınlaşıb ətraflı məlumat alıb nömrənizi başqa operatora daşıya bilərsiniz. Yenə qeyd edirəm, rəqəmləri dəyişmir nömrələrin. Bunu mütləq nəzərinizdə saxlayın. Və son olaraq bir vacib məsələ haqqında da danışım ki, az öncə özünüz də eşitdiniz ki, mən burada 3 dənə operatorun proqramı haqqında məlumat verdim. Bəli, 3 dənə operatorun üçünün də hərəsinin mobil proqramı var. Nar Plus Narın proqramıdır. Azercell kabinetim Azercellin proqramıdır. Baxcell proqramı isə yenə Baxcellin özünün proqramıdır. Nəzərinizdə saxlayın ki, yenidən qeyd edirəm, bu proqramları yükləyərək həmin operatorların xidmətləri haqqında və yaxud da neçə manata, neçə dəqiqə, neçə gigabayt verir, bunlar haqqında məlumat ala bilərsiniz. Tariflər haqqında öyrənə bilərsiniz və yaxud da neçə dəqiqə danışdığınızda neçə qəpik kontur çıxır, bunlar haqqında geniş məlumat ala bilərsiniz. Yəni həmin operatorların proqramlarını yükləyərək operatorlar haqqında geniş məlumat ala bilərsiniz. Həmçində orada az öncə mən sizə qeyd etdim ki, nömrənizi daşıya bilərsiniz. Buradan daxil olub, baxın Azercell kabinetimdə göstərirəm. Digər proqramlarda da sadədir. Burada daha çox bölümünə keçsiniz və buradan biraz aşağı sürüşdürürsüz. Baxın, yardım və dəstək bölümünə keçid edərək siz burada onlayn müştəri xidmətləri ilə əlaqə saxlaya bilərsiniz. Baxın, bizə yazın bölümünə daxil oldunuz və burada sizi bir virtual bot qarşılayacaq. Bu bota yazırsınız ki, məni normal insan cavablasın. Avtomatik olaraq o da sizi normal insana yönləndirəcək və sizi orada bir insan operator cavablayacaq. Onunla danışıb suallarınızı, iradlarınızı yaza bilərsiniz. Yəni gəlin elə buradan mən də yazım. Baxın, gördüyünüz kimi yazdım ki, mənə normal insan cavab versin. Daha sonra bunu göndərirəm və indi burada baxın, özünüzün də görəcəyiniz kimi avtomatik olaraq chat bölümünə atdı bizi və burada bizi normal insan cavablayır və müştəri xidmətlərinə daxil olduğumuzu göstərir. Hətta belə sizin gözləmə növbəniz 3-dür. Yəni 3-cü sıraya atdı bizi. 1-2 dəqiqədən sonra avtomatik deyəcək ki, növbə sizindir. Sualınızı və ya iradlarınızı yaza bilərsiniz. Həmçində digər operatorlarda da belə sistem var. Bot cavablayır, siz yazırsınız, mən normal istifadəçi cavablasın. O orada köməkçilik edirsə, mənim fikrimcə bu sizin ciddi şəkildə işinizə yarayacaq. Bu videonu çəkməkdə məqsədim o idi ki, bəzi istifadəçilər dəqiqələrdən, tariflərdən xəbərsiz idi. Ona görə də götürüb nömrələrini sındırırdılar, heyf edirdilər. Həm buna görə çəkdim, həm də bəzi istifadəçilərin daşınmadan xəbəri yox idi. Ona görə çəkdim. Yəni mənim fikrimcə bu video sizin işinizə yarayacaq. Bu video vasitəsilə siz də nömrənizi problemlərdən qurtara bilərsiniz. Və son olaraq onu da qeyd edim ki, kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Daxil olub baxa bilərsiniz və mənə dəstək olmaq istəyirsinizsə, aşağıdan kanalımıza abunə olub videomuza like atıb, bir də bildiriş zəngini aktiv edə bilərsiniz. Özünüzün də gördüyünüz kimi kanalımız son vaxtlarda 45.000 abunə oldu. Əgər dəstək olsanız, bunu tez bir zamanda 50.000 abunəyə, daha sonra oradan isə 100.000 abunəyə qaldıra bilərik. Yalnız və yalnız bu sizin dəstəyiniz sayəsində ola bilər. Bunu siz mənə kömək edərək edə bilərsiniz. Və bundan əlavə olaraq da onu qeyd edim ki, videonun əvvəlində demək istəmədim. Bildiyiniz kimi bu gün Qurban Bayramıdır. Hamınıza Qurban Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Bu gün ərzində qurban kəsənlər varsa və yaxud da bu bayramda ibadətlə, itaətlə məşğul olanlar varsa, Allah hər birinizin kəsdiyiniz qurbanı, etdiyiniz ibadətləri, itaətləri qəbul eləsin. Bayramınız mübarək olsun. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.